Sonra Peyğəmbər sallallahu davam edir və deyir ki: "Və men satara musliman satarahullahu fid-dunya vel-axirə." Kim müsəlmanın eybini örtərsə, Allah subhanahu wa ta'ala onun eybini dünyada və axirətdə örtər. O nə deməkdir qardaşlar? O deməkdir ki, müsəlmanın eybi açmaq olmaz. Müsəlmanın eybi nədir? Yəni hansı günah, hansı bir səhv əməl. Hərdən şeytan səni aldadır və sən gəlirsən qardaşlarla oturursan, başlayırsan filan qardaşın eybindən danışmaq. Güya bir xeyir əməl istəyirsən. Bu xeyir əməl deyil, vallahi bu hələ özü fəsaddır. Çünki insan əgər pis əməl edirsə və bunu yaymırsa, elan eləmirsə, bununla fəxr eləmirsə, qadağandır bu əməl barədə danışmaq. Bu müsəlman eybini açmaqdır. Ona görə başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, deməli kim möminin eybini örtərsə, Allah onun eybini örtər və kim möminin eybini axtararsa, Allah subhanahu wa ta'ala onu rəzil eləyər. Bu dünyada onun bütün eybini açar. Hətta o eybini, o günahları gizlin eləsə də evində də Allah subhanahu wa ta'ala onu ifşa eləyər. Görürsünüz, əməlin mükafatı və cəzası onun cinsindəndir, mislindəndir. Ona görə əgər hansısa bir müsəlman bir günah edirsə və sən bunu bildin, sən onu gizlət, yayma onu. Çünki onu yaymaqla sən özün özünü təhlükə altına atırsan.